2099 manata Honor 600 Pro almağa dəyərmi? Honor artıq açıq şəkildə Samsung və Apple ilə rəqabət aparmağa çalışır. Honor 600 Pro dizayn baxımından əvvəlki modellərdən tam fərqlənir. Daha sərt çərçivələr, premium korpus və iPhone stilinə yaxın görüntü diqqət çəkir. Üstəlik IP68 və IP69 sertifikatları sayəsində həm suya, həm toza qarşı ciddi dözümlülük təqdim edir. Telefonun ən iddialı tərəflərindən biri ekranıdır. 8000 nit parlaqlıq günəş işığı altında belə kifayət qədər parlaq görünür. AMOLED panel həm rəng dəqiqliyi, həm də axıcılıq baxımından flaqman səviyyəsindədir. 3840 Hz PWM texnologiyası isə uzun istifadədə göz yorğunluğunu azaltmağa kömək edir. Performans tərəfində Snapdragon 8 Elite istifadə olunub. Bu artıq birbaşa flaqman prosesorudur. PUBG Mobile-da stabil 120 FPS, Genshin Impact kimi ağır oyunlarda isə yüksək qrafikdə rahat performans verir. Batareya mövzusunda Honor bazarda fərq yaratmağa çalışır. Təxminən 7000 mAh silikon karbon batareya sayəsində telefon rahat şəkildə 2 gün işləyə bilir. Üstəlik 80 Watt sürətli şarj və 50 Watt simsiz şarj dəstəyi də var. Kamera tərəfində isə əsas sensor 200 megapikseldir. Gündüz çəkilişləri çox detallıdır. Süni intellekt sistemi isə gecə görüntülərini daha aydın edir. Əlavə 50 megapiksel telefoto kamera sayəsində 3,5 dəfə optik zoom da var. Portret çəkilişləri də kifayət qədər güclüdür. Performans, ekran, batareya və premium hiss istəyənlər üçün Honor 600 Pro hazırda 2026-cı ilin ən iddialı Android flaqmanlarından biri kimi görünür. YouTube kanalımızda paylaşdığımız geniş icmalda Honor 600 və Honor 600 Pro modellərindən ətraflı danışmışıq. İzləməyi unutmayın.